Yasamal rayonu Vidadi küçəsindəki 2 mərtəbəli köhnə tikilidə günorta saatlarında yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyi müvafiq qüvvələr cəlb olunub və yanğının qarşısı alınıb. Yanğın zamanı evdə olan vətəndaşlar təxliyə olunub. Burada yaşayıram, birinci mərtəbədə. Yanğın ikinci mərtəbədən başladı. Yavaş-yavaş tüstü çıxanda dedim ki, evdən tüstü çıxır arvada. Arvad qoca arvad dedi, çıxmıram. Dedim, uca tüstü mənə evimə gəlir. Çıxmadı. O tək yaşayır orada? O tək yaşayır, hə. Mən uşaqları çıxartdım, gördüm uca alovlanır. Pajarnaya qonşular zəng elədi. İndi uca mənə evimə də keçib. Silirdim oranı, silirdim. Sonra əski kravatın dalına düşdü. Dedim götürüm onu. Əyildim, gördüm qaranlıqdır. Mən də getirdim şamı yandırdım. Əskini götürüm. Kravatın altı samandan imiş. Ondan almışdı. Vaxtına çıxdınız evdən? Söndürürdüm mən özüm. Amma gördüm bacarmıram sonra. Söndürdükcə dalı yanırdı.